Gənclər salam. Dərs 20-yə baxırıq. Dərs 20 bizdə çoxbucaqlılardır. Çoxbucaqlılardan sonra fiqurların sayəsində toxunacağıq. Burada artıq biz bunu əvvəlki üçbucaqlar haqqında danışmışdıq. İndi çoxbucaqlar haqqında danışacağıq. Çoxbucaqlı fiqurlar haqqında. Ümumiyyətlə çoxbucaqlar falan nədir? Hamısına toxunacağıq. Videoya keçməmişdən əvvəl videoları axıra qədər izləməyinizi istəyirəm. Kanala abunə olub, dostlarınızla falan paylaşıb da sizə verməyinizi istəyirəm. Böyle yavaş yavaş paylaşırıq. Kanalı böyütməyə davam edirik. Ümid edirəm ki, dəstək ola bilərəm. Bir-iki video konsept fikri də var ki, onları da sizlərlə bölüşəcəm. Maraqlı şəkildə yaxşı olacaq. Videolara baxanda da sıxılıb edirsə, qarşınızda kofedən, çaydan saxlayıb sona qədər izləməyinizi, dinləməyinizi tövsiyə edirəm. Bir də bəzən tez danışa bilərəm, sürətli danışıb izah verə bilərəm. O səbəbdən də üzr istəyirəm, amma çalışıram ki, tam qaydasında hər şeyi yerinə yetirim. Deməli, çoxbucaqlılar nədir? Biz deyirik ki, tərif olaraq sadə qapalı sınıq xəttin qonşu tərəfləri ilə düz xətt üzərində yerləşmirsə, ona çoxbucaqlı deyilir. Çoxbucaqlıların hər bir tərəfindən keçən düz xəttdən bir tərəfdə yerləşirsə, ona qabarıq çoxbucaqlı deyilir. Yəni, üçbucağın nə oldu? Üç tane bucağı üç tərəf oldu, biz bunu üçbucaqlı dedik. Artıq çoxbucaqlıda tərəflərimizin sayı 4 tərəfi 4 bucaqlı onlara da baxacağıq. Onların da xüsusi növləri adları var, onlara da toxunacağıq, aşağıdadır. Amma məsələn 5 olarsa biz buna 5 bucaqlı, 6 olarsa 6 bucaqlı, 7 bucaqlı, 8 bucaqlı. Yəni adından da olduğu kimi bucaqların sayı artır, çox bucaqlı olur. Yəni burada məsələn bizə 5 bucaqlı verib, bu deyir ki, buna qabarıq çox bucaqlı. Yəni nə deyir? Bunun tərəflərindən müstəvi keçirmək olur. Yəni müstəvi keçirib heç bir yeri kəsmir. Yəni buna qabarıq çox bucaqlı deyil. Qabarıq olmayan çox bucaqlı deyirsiniz. Məsələn random bir dənə şey götürüb, şəkil. 1, 2, 3, 4, bunun 6 dənə bucağı alt tərəfi var. Yəni, bunu 6 bucaqlı desək. Bu tərəfdən məsələn bir dənə xət keçirib qırıq-qırıq. Müstəvi gördüyünüz kimi neyib? Kəsib. Buna artıq deyib ki, nədir? Qabarıq olmayan çox bucaqlı. Yəni, bir tərəflərin uzantısı çox bucaqlı neyinir? Kəsir. Deməli, burada çox bucaqlı haqqında, yəni çox bucaqlar haqqında bilməli olacağımız qaydalar var. Qabarıq çoxbucaqlının xarici bucaqların cəmi 360 dərəcəyə bərabərdir. Mütləq bilməliyik. Qabarıq n bucaqlının daxil bucaqların cəmi nəyə bərabərdir? 180 vurulsun n-2-ə bərabərdir. Məsələn, götürək 3 bucağı. 3 bucağın daxil bucaqların cəmi nəyə bərabər oldu? 180 dərəcə. Buraya n yerinə 3 qoysaq, bu n tərəfinin sayıdır. 180, 3-dən 2 çıxsa 1 nədir? 3 elədir. Yəni bu 3 bucaq üçün də ödənir, 4 bucaq üçün də ödənir, hamısı üçün ödənir. Amma istənilən çox bucağın xarici bucaqların cəmi nəyə bərabərdir? 360 dərəcəyə bərabərdir. Qabarıq çox bucağın. Qabarıq ən bucağın bir daxili bucağı 180 vurulsun, n-2 bölünsün nəyə bərabərdir? N-ə bərabərdir. Bir təpədən çıxan diagonalların sayı n çıxılsın 3-ə bərabərdir. Burada unutmayın ki, n nədir? N tərəflərin sayıdır. Yəni deyərsiniz bu n-in yerinə mən nə qoyacam? N-in yerinə siz tərəflərin sayını qoyasınız. Məsələn, 5 bucaqlı veribsə, diagonalların sayını tapın. Bura gətirib bir dənə 5 qoyasınız. 5 bucaqlısa bu 5 bucaqlı nəyə var? 5 dənə tərəf var. N-in yerinə 5 qoyasınız. 5 vurulsun 5 çıxılsın 3. 2 ilə 2 edəcək nə olacaq? 5 olmuş olacaq. Yəni diagonallar sayı nəyə bərabər oldu? N vurulsun n-3 bölünsün 2-yə bərabər olmuş oldu. Xarici bucaq verildikdə tərəflərin sayı n bərabərdir 360 bölünsün betaya bərabər olmuş olacaq. Bir təpədəki daxili bucaqlar, yəni məsələn tutalım mənim xarici bucağım 36 verib, çox bucaqlının şeyini soruşur, tərəflərin sayını soruşur, gətirib betanın yerinə 36 qoyuram. Cavabım nə olmuş olur? 360 36-ya böləndə 10 olmuş olur. Sonra burada nə var? Bir təpədəki daxili bucaqlı xarici bucağın cəmi 180 dərəcə bərabərdir. Yəni bunu bildik. Nəyə görə? Çünki daxili bucaqla xarici bucaq qonşu bucağı əmələ gətirir. Bu da demişdik ki, qonşu bucaqlarla cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Bütün tərəfləri və bucaqları bərabər olan çoxbucaqlıya düzgün çoxbucaqlı deyilir. Bəli, bunu da mütləq bilək. Nədir? Bütün tərəfləri bərabər və bucaqları bərabər olan çoxbucaqlıya biz düzgün çoxbucaqlı dedik. Məsələn, bərabər tərəfli üçbucaq, kvadrat, düzgün altıbucaqlı. Bunlar hamısı bərabər tərəfli üçbucaq belə özü nədir? Düzgün çoxbucaqlıdır. Düzgün altıbucaqlı, düzgün altıbucaqlıda 6 tərəfdə 6 bucaqda bərabər olur. Perimetrimiz 6-ya bərabər olur. Çünki bütün tərəflərimiz bərabərdir və 6 bucaqlı olduğuna görə bir tərəfimizi 6-ya vurub perimetrin 6-a deyirik. Və perimetr dediyi nədir? Tərəflərin cəmidir. O səhv edirəm. Bir daxili bucağımız 120 dərəcədir. Bunu yoxlaya da bilərsiniz. Məsələn, bir daxili bucağı 120 olduğunu hardan bildik? Dedik ki, bir daxili bucağı 180 vurulsun, n-2 bölünsün n-dir. Gətirib n-in yerinə 6 qoysam, 180
vurulsun nə 6-dan çıxsam 4 bölünsün 6. 6 ilə bu gedəcək, burada 30 qalacaq. 30 da 4-ə vuracaq neçə gələcək? 120 əlmiş olacaq. Bir daxili bucaq 60 dərəcədir. Düzgün alt bucağının 9 diaqonalı var. Yenə bunlar hamısı yuxarıda qeyd olunan düsturlardan yəni hesablanıb tapılıb. Daha sonra burada böyük diaqonal, kiçik diaqonal var. Bunları bizdən tez-tez soruşacaq, hesablayacaq. Belə uzun-uzadı siz onları üst bucaqlara tamamlayıb Pifaqor terimindən falan da tapa bilərsiniz. Böyük diaqonalımız 2A-ya bərabərdir. Kiçik diaqonalımız A köşkü 3-ə bərabərdir. Xarici çəkimi çevirən radiusu tərəfə bərabərdir A-ya. Daxili çəkimi çevirən radiusu A köşkü 3 bölü 2-ə bərabərdir. Bunlar niyə belədir? Çünki düzgün altı bucağının daxilində bir nöqtə götürsəm, yəni mərkəzdə çevrənin mərkəzini götürsəm, onun mərkəzini götürsəm, onun tərəflərinə deməyək də, tərəflərin birləşdiyi nöqtələrə xəttlər çəksəm, mənə altı bucağının daxilində düzgün bucaqlar, yəni bərabər tərəfli bucaqlar yaranmış olacaq. Yəni bu qaydalar da oradan çıxır. S bərabərdir. Sahəm nəyə bərabərdir? 6 vurulsun A kvadrat köşkü 3 bölünsün 4-ə bərabərdir. Yəni bunları bilsək, mütləq deyirəm ki, həqiqətən deyirəm ki, altı bucaqları falan bilmək asan olacaq. Dörd bucaqlar haqqında danışaq. Dörd bucaqlar, daxil bucaqların cəmi 360 dərəcədir, xarici bucaqların cəmi 360 dərəcədir. Yəni bunların hamısı yuxarıda qeyd etdiyim düsturlardan çıxır. Dörd bucaqlının daxildə çevrə çəkirsə, qarşı tərəflərin cəmi bərabər olar. Yəni gördüyünüz kimi qeyd edib A üstə gəlsin C bərabər nəyə? B üstə gəlsin D-yə. AC və BD diaqonallardır. Diaqonallar perpendikulyardır. Deyir ki, bu dörd bucaqlıdır, istənilən bir dörd bucaqlı növü yoxdur. AB-nin kvadratı üstə gəlsin CD-nin kvadratı bərabərdir AD-nin kvadratı üstə gəlsin nəyə? BC-nin kvadratına. Növlərindən danışaq. Paraleloqram. Paraleloqram nədir? Qarşı tərəfləri paralel olan dörd bucaqlı deyilir. Qarşı tərəfləri bərabərdir. Perimetrimiz, yəni qarşı tərəflərimiz bərabərdirsə, perimetrimiz 2 vurulsun A üstə gəlsin B-yə bərabərdir. Paraleloqramın diaqonalları kəsmə nöqtəsində yarıya bölünür. Yəni burada qeyd olunub gördüyünüz kimi paraleloqram çəkib, diaqonallarını çəkib. Qarşı tərəflərimiz bərabərdir. Diaqonallarımız kəsişir, kəsmə nöqtəsində nə edir? Yarıya bölünür. Yəni bu hissə ilə bu hissə buna bərabərdir, bu hissə də buna bərabərdir. Amma ölçüləri mütləq fərqlidir. Qarşı bucaqlarımız bərabərdir. Qarşı uyğun bucaqlarımızın cəmi 180 dərəcədir. Paraleloqram fiquru bir dəqiqə. Biz danışmışdıq ha. İki paralel düz xəttin kəsən əmələ gətirdiyi bucaqları. Baxın, bu da elə bu xassələr var ha. A üstə gəlsin beta bərabər 180 dərəcə. Yəni uyğun bucaqların cəmi bu bucağın cəmi 180 dərəcə bərabərdir. Eyni ilə bura üçün də bu bucağın da cəmi nəyə bərabərdir? 180 dərəcə bərabər. Bu o xassədən əmələ gəlir ki, yəni bunlar paralel düz xəttlərdir. Bunları da kəsənlər götürsək, uyğun bucaqlarımızın cəmi 180 dərəcə olacaq. Qarşı bucaqlarımızın cəmi də nə olacaq? Bərabər olmuş, yəni cəm deyirəm, üzr istəyirəm. Qarşı bucaqlarımızın da dərəcə ölçüsü bərabər olmuş olacaq. Sahə var. Burada gördüyünüz kimi qeyd edib S1-in cəmi S4-ün, S2-nin, S3-ün, S1, S4, S3, S2. Bunların cəmi nəyə bərabərdir? Ümumi sahənin 4-ə bölünməsinə bərabərdir. Onda nədir? Bunların sahələri bərabərdir. Daha sonra tərəf və diaqonal arasında münasibət. Diaqonalları qeyd edib 2 vurulsun A kvadrat üstə gəlsin B kvadratı bərabərdir diaqonalların kvadratları cəminə. Qarşınıza çıxacaq. Mütləq bunları bilin. Paraleloqramın 2 hündürlüyü var. Paraleloqramın sahəsini biz S bərabərdir AH ilə hesablayırıq. Yəni qeyd edib AH bərabərdir BHB. Burada da yəni böyük tərəfə böyük hündürlük, kiçik tərəfə böyük hündürlük, böyük tərəfə kiçik hündürlük, kiçik tərəfə böyük hündürlük çəkilir. Daha sonra romb var. Romb bütün tərəfləri bərabər olan paraleloqrama deyilir. Bütün tərəfləri bərabər olan paraleloqrama deyilir. Yəni paraleloqramın xassələri romb üçün də keçərli olacaq. P bərabərdir 4A-ya. Burada sahələr bərabər deyilir olar. Üzr istəyirəm, saçdan qarışdırdım bunu rombla. Sahələrin ümumi cəmi bərabərdir paraleloqramın sahəsinin 4-ə bölünməsinə. Bütün tərəfləri bərabər olan paraleloqramı romb deyildi. Yəni paraleloqramın xassələri bunun üçün də keçərlidir. Yenə perimetrimiz 4A-ya bərabər oldu. Çünki nədir? Bütün tərəflərimiz bərabərdir. Qarşı bucaqlarımız bərabərdir. Uyğun bucaqlarımızın cəmi 180 dərəcədir. Yəni bucaq A-la, yəni bucaq B nəyə bərabərdir? 180 dərəcəyə bərabər cəmi.
Daha sonra rombun diagonalları perpendikulyardır ve kesişme noktasında yarıya bölünür. Aha, paralelogramda kesişme noktasında yarıya bölündü ama perpendiküler değil. Romda artık diagonallarımız düz bucaq altında kesişəcək ve kesişme noktasında ne inəcək? Yine yarıya bölünmüş olacaq. Bu diagonalların ayırdığı figürlərin üst bucaqların sahələri hamısı bir-birinə bərabərdir və ümumi rombun sahəsinin 4-ə bölməsinə, yəni rombun ümumi sahəsini 4-ə bölsək bu üst bucaqların sahəsini almış olacaq. Yəni bu da qaydada onu deyir. Rombun diagonalları onun bucaqlarını tam bölənlərdir. Yəni çəkilir diagonallar dedik ki 90 dərəcə altında kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür və nədir? Bucaqlarını tam bölənlərdir. Yenə rombun daxilində çevrə çəkmək olar. Və bu qayda paralelogramla eynidir. Sadəcə burada tərəflər bərabər olduğuna görə 4a kvadrat yazırıq. Yəni normalda burada demişdik a kvadrat üstəgəlsin b kvadrat demişdik. Burada artıq b kvadratın yerini yenə a kvadratına əvəzləyirik. 2 dənə a kvadratımız olur. 2 vurulur. Gəlir nə olur? 4a kvadratı olmuş olur. Sahəsi h bərabərdir 2 yerdə daxilinə çevrə çəkilərsə, sahə deyirəm, üzr istəyirəm. Hündürlüyü daxilinə çevrə çəkilərsə, o radiusun 2 mislinə bərabərdir. Yəni diametrinə bərabərdir. Hündürlüyümüz a vurulsun sinus alfa bərabərdir. Bu bucaq verilərsə sinus alfa bərabərdir. Normal qaydada yenə AH-a bərabərdir. Yəni paralelogramlar eyni xəstənin eyni qaydanı daşıyır. Düzbucaqlı var. Düzbucaqlı bütün bucaqları düzbucaqlı olan paralelograma deyilir. P bərabərdir 2 vurulsun A üstə gəlsin B. Düzbucağın diagonalları bərabərdir və kəsmə nöqtəsində yarıya bölünür. Yenə paralelogramın xassələri ödənilir. Amma burada nə oldu? Diagonallarımız bərabər oldu. Daxilinə çevrə çəkmək olar. Düzbucağın xaricinə, üzr istəyirəm, xaricinə çevrə çəkmək olar və xaricinə çəkilmiş çevrənin radiusu diagonalın nəyinə bərabərdir? Yarısına bərabərdir. Yəni düzbucağlını da yəqin ki bilərsiniz. Düzbucaqlını da deməyə ehtiyac yoxdur. Baxın, qeyd edirəm düzbucaqlı. Bura A-dır, bura B-dir. Tərəflərimizin ölçüləri fərqlidir, amma bərabərdir. Qarşı tərəflərimiz yenə bərabərdir, çünki paralelogramın neyinir? Xassələrini daşıyır. Diagonallar dedik ki, bərabərdir. Kəsişmə nöqtəsində bunu da yəni diagonallar kəsişir, kəsişmə nöqtəsində yarıya bölünür. Diagonallar bərabərdir. Xaricinə çevrə çəkmək olar. Xaricinə çevrə çəksək, yəni bunun xaricinə çevrə çəksək, bu diagonal bizdə nə olacaq? Diametr olacaq. Yəni diametr olduğuna görə də deyir ki, xaricə çəkilmiş çevrənin radiusu diametrin nə ilə bərabərdir? Yarısına bərabərdir. Kvadrat var. Bütün bucaqları düz bucaq olan romba kvadrat deyilir. Uşaqlar bir şey deyim ki, bunları qarışdırmayın. Kvadrata dedik bütün bucaqları düz bucaq olan rombdur. Düz bucaqlıya dedik ki, bütün bucaqları düz bucaq olan paralelogramdır. Yəni bunları qarışdırmayın. Nəzəri suallar da verilə bilər bunlar haqqında. Çalışın diqqət edin onlara. Bütün bucaqları düz bucaq olan romba deyilir. Yəni kvadrat. Bütün tərəflərimiz yenə bərabərdir, amma bu da fərqli olan nədir? Bütün bucaqlarımız düz bucaqdır. Bütün tərəflər bərabərdir. Okay, bunu dedik. Perimetrimiz yenə rombun perimetrinə bərabərdir. Yəni 4a'ya bərabərdir. Çünki nəyə görə? Bütün tərəflərimiz bərabərdir. Perimetr də tərəflərin cəminə bərabərdir. Diagonalları bərabərdir. Diagonalları bərabərdir. Perpendikulyardır və kəsişmə nöqtəsində yarıya bölünür. Yenə eyni qaydada digər fiqur, yəni romb üçün nə xassələr ödənirsə, burada da onun üçün xassələr ödənir. Deyir, diagonallar bərabərdir. Perpendikulyardır, yəni mən buradan diagonal çəksəm, bu 90 dərəcə altında kəsişəcək. Kəsişmə nöqtəsində yarıya bölünəcək, bu yarıya bölünəcək, bu da yarıya bölünəcək. Daha sonra, yəni hansı fiqurun adı keçirsə, o fiqurun xassələri ödənir. Yəni bunu yadda saxlayın. Kvadratın diagonalları onun bucaqlarını tam bölənlərdir. Yenə eyni qaydada bunu rombda da qeyd eləmişdik. Demişdik ki, diagonallar 90 dərəcə altında kəsişdi. Kəsişmə nöqtəsində yarıya bölündü və bir də nə oldu? Bucaqlarının tam bölənləri olmuş oldu. Diagonalımız bərabərdir A kök 2-yə, tərəfin kök altı ikincisinə. Xarici çəkilmiş çevrənin radiusu diagonalın yarısına bərabərdir. Yəni, okey. Daxilə çəkilmiş çevrənin radiusu tərəfin yarısına bərabərdir. Yəni, daxilə çevrə çəkirəmsə, diametrim tərəfim olur deyənə onun yarısını götürürüm. Xarici çəkirəmsə diametrim diagonal olur deyənə onun yarısını götürürüm. Bunların hamısı uşaqlar şeydə daha yaxşı başa düşərsiniz. Nə ilə əlavə videolar yerləşdirəcəm. Orada hamısını tətbiq edəcək, öyrənəcək. Trapesiyamız var. Yalnız iki qarşı tərəfi paralel olan dördbucaqlıya trapesiya deyilir. Artıq trapesiya bunlardan fərqli oldu. Dördbucaqlıdır, amma bunun yalnız iki tərəfinə də paraleldir. Qeyd edib AD nəyə bərabərdir? BC paraleldir, amma AB CD nə deyil? Paralel deyil. Qeyd edib ABCD.
Trapesiyanın yan tərəflərə bitişik uzaqların cəmi 180 dərəcədir. Yine paralelliyi varsa, bu xassəni həmişə yadda saxlayın ki, bu dördbucaqlar bölməsində iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi bölmə var. Orada biz demişdik ki, uyğun bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Bu bucaqlarda uyğun bucaqlar olduğuna görə bunların cəmi nəyə bərabərdir? 180 dərəcəyə bərabərdir. Trapesiyamızın orta xətti var. Orta xətt dediyimiz şey ümumiyyətlə üçbucaqda falan normal oturacağın yarısına bərabərdir. Amma burada trapesiyada artıq 2 dənə oturacağımız olduğuna görə, yuxarı oturacaq, aşağı oturacaq olduğuna görə orta xəttimiz hər ikisinin cəminin nəyinə bərabərdir? Yarısına bərabərdir. P2 bərabərdir. P2 AD-yə paralel, BC-yə paralel olarsa, bu random bir düz xəttdir. Yəni orta xətt deyil, qarışdırmayın. Random bir düz xətt çəkib və deyir P2-ni tapın. P2 burada 2AB bölünsün, A üstə gəlsin, B-yə bərabərdir. Qarşınıza çıxacaq trapesiya bölməsində, yəni dördbucaqlar bölməsində mütləq bu qaydaları yadda saxlayın, öyrənin. Yenə trapesiyamızın növləri var. Bərabəryanlı trapesiya, düzbucaqlı trapesiya var. Bərabəryanlı trapesiya yan tərəfləri bərabərdir. Bərabəryanlı trapesiyanın diagonalları bərabərdir. Diagonallar perpendikulyar olsa hündürlüyü orta xəttə bərabərdir. Yəni bunu qarışdırmayın. Bu orta xəttə bərabər olmaq yalnız diagonallar perpendikulyar olarsa olar. Yəni normalda diagonallarımız amma nədir? Bərabər. Yəni bu da qeyd edilib. H hündürlüyü çəkilirsə A-sızın B bölünsün 2, A üstü B bölünsün 2 bərabər. Yəni bu asan qaydadır. Məsələn, tutalım mən bir dənə burada bərabəryanlı trapesiya çəkim. Hündürlüyümüz bərabər olduğuna görə, paralelliyə görə, yan tərəflərimizə bərabər olduğuna görə bu oturacaqlarımız bərabər olacaq bir-birinə. Yəni bura B-dirsə, bura da B olacaq paralelliyə görə. Bura məsələn ümumi A deyirəmsə, buranı tapmaq üçün nə edəcəm? A-dan B-ni çıxıb 2-yə böləcəm də. Burada A çıxıb B bölü 2 olacaq, burada A çıxıb B bölü 2 olacaq. Yəni bu da onu deyir. Düzbucaqlı trapesiyada artıq nədir? Yan tərəfə oturacağı perpendikulyardır. Bir yan tərəfimizə oturacağı perpendikulyardır. Qarışdırmayın. Qarışdırarsaq misallarımız nə edəcək? Batacaq. Səhv yazılır. Səhv olacaq. Düzbucaqlı trapesiya dedik, yan tərəfə oturacağı perpendikulyardır. Yəni şəkil də burada qeyd edilir. Buna biz düzbucaqlı trapesiya deyirik. Düzbucaqlı trapesiyanın diagonalları perpendikulyar olsa, hündürlüyün kvadratı oturacaqların hansından bərabərdir? AB-nin kvadratı nəyə bərabərdir? AD vurulsun BC bərabərdir. Yəni bu da əslində qaydadan çıxır. Bunu deyim hansı qaydadan çıxır? Bunu bu tərəfə belə uzatsaq, bu BC bir dənə paralel xətt çəkiləcək burada. Burada bir dənə mənim trapesiyam yaranacaq. Paralelliyə görə bu burada paraleldir. Bu məsələn bura bir K deyim. Bu BK, bura bir O deyək. AO'ya paralel olduğuna görə burada ümumi 90 dərəcə olacaq. Və bura BC-dir. Onda bura nə olacaq? Burada BC-nin ölçüsünə bərabər olacaq. Məsələn bura bir X deyim. Burada olacaq X. Bura normalda AD-dir. Məsələn bura bir Y deyim. Burada onsuz nədir? Hündürlüyüdür. Bu bizə deyir ki, AB-nin kvadratı, yəni H-in kvadratı nəyə bərabərdir? AD vurulsun BC, X vurulsun Y-ə. Yəni burada X-imiz yoxdur normalda. Mən bunu qurma ilə çəkdim. Özüm əlavə elədim. Amma bütün qaydaları, xassələri tamamlayaraq elədim. Yəni heç bir səhvimiz yoxdur burada. Burada nə yarandı? Düzbucaqlı üçbucaq yarandı. Üçbucaqlar bölməsində yadınızdadırsa bir qayda demişdik. Demişdik ki, düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı onun hipotenuz üzərində böldüyü parçanın hassisinə bərabər. Yəni h kvadratı m. Yəqin ki, yadınıza düşər. Yəni buradan da bu qaydanı bizə tətbiq eləyir, verir, deyir ki, yəni h-ın kvadratı x, y-nin hassisinə bərabərdir. Yəni amma normalda məsələn bu hissə yoxdur. Bu qurma hissəsini mən özüm qurdum, özümdən çıxartdım. Şaşdı. Şaşdı sanmıyorum. Elə bilmişəm şaşdırla. Yəni bu ona deyir ki, h kvadratı nəyə bərabərdir? X, y-ə bərabərdir. Burada başqa bizim tətbiq edəcəyimiz, öyrənəcəyimiz xüsusi bir qayda yoxdur. Yəni xüsusi olanların hamısını qeyd elədim. Bunların hamısını yenə də deyirəm, tətbiq üzərində daha yaxşı öyrənib, daha yaxşı başa düşərsiniz. Dördbucaqlar mövzusu da bu qədər idi. Sonra daha sonra fiqurların sayısına baxacağıq. Ümid edirəm maraqlı şəkildə izah edə biləm. Ümid edirəm də sizə verə bilirəm. Nə söyləyə bilirəm. Öyrədirəmsə mənim üçün nə xoş. Davam edirik. İzahların hamısını yerləşdirməyə çalışacağam. Buraxışa qədər də girib, baxıb təkrar edə bilərsiniz. Nələrsə yadınıza sala bilərsiniz. Bu qədər. Dərs 21-də görüşmək ümidindən sağ olun, salamat qalın.